UEFA Çempionlar Liqasının həyəcanı bu gecə Neapolda zirvəyə çatdı. Napoli öz meydanında Azərbaycan çempionu Qarabağı qəbul etdi və İtalyan təmsilçisi qarşılaşmadan 2-0 hesabı ilə qalib ayrıldı. Lakin oyunun nəticəsi qədər maçdan sonra səsləndirilən məşqçi açıqlamaları da böyük diqqət çəkdi. Hər iki komandanın baş məşqçisi Antonio Conte və Qurban Qurbanov maçın sonunda jurnalistlərin suallarını cavablandıraraq həm oyun, həm komandanın durumu, həm də gələcək planlarla bağlı mühüm mesajlar verdilər. Antonio Conte: "Bu qələbə Napolinin ruhunun qələbəsidir." Napolinin baş məşqçisi Antonio Conte qalibiyyətin asan qazanılmadığını qeyd edib, "Bu axşam bizim üçün xüsusi idi. Komandam yüksək enerji ilə çıxış etdi. Stadionda Maradona'nın ruhu hər dəfə bizə güc verir. Futbolçularım həm təzyiq altında qaldı, həm də öz xarakterlərini göstərdilər." Conte həmçinin oyunun bəzi məqamlarında nəzarəti itirdiklərini etiraf edib, "Qarabağ çox çətin rəqibdir. Onları heç kim zəif görməsin. Bəzi epizodlarda bizi sıxdılar, ancaq vacib olan qələbə idi və biz bunu əldə etdik." İtaliya mütəxəssis oyun planlarının yerinə yetirilməsindən razı qaldığını bildirib, Napoli ölü komanda deyil, bu komanda hər gün döyüşməlidir. "Oyunda məsuliyyəti üzərinə götürən çox futbolçu gördüm. Bu mənim üçün ən müsbət tərəfi idi." Conte sonda çıxışını belə tamamlayıb. "Bu qələbə bizi həm psixoloji, həm də turnir cədvəli baxımından irəli aparır, lakin daha böyük hədəflərimiz var." Qurban Qurbanov: "Futbolçularımın oyunundan razıyam, cəsarətli idilər." Qarabağın baş məşqçisi Qurban Qurbanov isə məğlubiyyətə baxmayaraq komandasının göstəricisini dəyərləndirib. "Oyun çox gərgin idi. Napoli evdə çox güclü komandadır. Futbolçularımız sona qədər mübarizə apardılar. Mən onların oyununda istək, cəsarət və iradə gördüm." Qurbanov xüsusilə ilk hissədə yaradılan imkanlara toxunub, "Bizim də qol epizodlarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Belə komandalarla oyunda hər fürsəti qoldan istifadə etməlisən. Əks halda cəzalandırırlar." O, Kevin Medina'nın oyunu erkən tərk etməsinin təsirinə də toxunub. "Medina'nın zədələnməsi planlarımızı dəyişdi. Müdafiədə balans pozuldu, amma yenə də futbolçularım vəziyyətə uyğunlaşa bildilər." Qurbanov həmçinin turnirin davamı barədə nikbin danışıb. "Bu cür oyunlar komandanı böyüdür. Çempionlar Liqasında hər maç təcrübədir. Gələn oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram." Sizcə, Qarabağ növbəti oyunlarda qələbə qazanaraq vəziyyəti dəyişə bilərmi? Rəylərdə yazın. Ən son idman xəbərləri, təhlillər və operativ məlumatlar üçün kanala abunə olun. Bildirişləri açın ki, heç bir xəbərdən geri qalmayasınız.